Salam hörmətli izləyicilər. Abituriyentlər üçün, həmçinin MİQ hazırlaşanlar üçün və sertifikasiya imtahanına gedən müəllimlər üçün bu gün bir sınağa baxacağıq. Videonu bəyənməyi və paylaşmağı unutmayaq. Birinci sualımız, mətn bir simvolun 10 bitlə kodlaşdırıldığı sistemdə hazırlanmışdır. Mətnin kodlaşdırıldığı sistemdə ən azı neçə simvol ola bilər? Demək, bir simvol 10 bitlə kodlaşdırılırsa, bu zaman simvolların ən azı sayını istəyir. Burada diqqət eləmək lazım. Ümumi say desəydi, bəli, cavabımız 2 üzərində 10 bərabərdə 1024 olacaq. Yəni, maksimum 10 bitlə 1024 müxtəlif simvol kodlaşdırmaq mümkündür. Amma bizdən burada ən azı neçə simvol ola bilər deyir. Ən azı soruşduğu üçün, baxın, 2 üstü 9, o 9 bitlə 512 simvol kodlaşdırıla bilir, düzdür? İndi artıq burada 512-ni keçən ən kiçik ədəd hansıdır? 513, düzdür? 513 müxtəlif simvol biz neçə bitlə kodlaşdıra bilərik? Təbii ki, 10 bitlə. Çünki əgər 9 bit olarsa 512 olacaq. Amma 513-dən 1024-ə qədər artıq nə olur? 10 bitlə kodlaşdırılmış olur. Cavabımız olacaq B variantı. Yəni, buradakı variantlara fikir verməyin. Bəzən səhv də ola bilər. Növbəti suala baxaq. 16-lıq say sistemində 8 simvolun tutduğu həcmlə neçə simvol kodlaşdırmaq olar? 16-lıq say sistemində bilirik ki, hər bir simvol 4 bit yer tutur. 8 simvolun tutduğu həcm, 8 simvol burada nə qədər? Yəni, bir simvol 4 bit tutursa, 8 simvol 4 vur 8 olacaq. Bu da eləyir 32 bit. Yəni, bizdən soruşduğu odur ki, 32 bitlə neçə müxtəlif simvol kodlaşdıra bilərik? Bu da olacaq 2 üzərində 32. 2 üstündə 32 müxtəlif simvol kodlaşdıra bilirik. Cavabımız olur B variantı. Növbəti suala baxaq. Üçüncü sualda deyir ki, S2-dir, belə bir sətir verilib və hər dəfə i gedir kanun içərisindəki hərf simvolları götürür və izalfa. İzalfa ilk öncə bilmək lazımdır nədir? İzalfa burada sətirdə hərf olub olmadığını yoxdur. Əgər sətrimizin içərisində hərf varsa, onu deməli doğru kimi götürür və düşür aşağıya. Deməli, if qapısı asılı, yəni içərisindəki icra olunur. İndi baxırıq. I gəlir ilk olaraq S indeks, bir sıfırıncı indeks, yəni S hərfini götürür. İ'nin içərisində S varmı, izalfanın mənası odur. Yəni, i'nin içərisində hərfdirmi? Daha doğrusu i özü hərfdirmi? I birinci S aldı dedik, düzdür? S hərfdir, bəli. İndi gəlir burada nə olur? S plus, S'imiz 2 idi. 2 üzərinə gəlinsin, nə? Len, len i. I nə idi? I birinci S almışdı axı, düzdür? Len S. Len S, S'in uzunluğu da ki, nə qədərdir? Elə 1-dir. Düzdür? Bu zaman belə bir ifadə alırıq. Bu ifadənin də heç bir mənası yoxdur. Len bilirik ki, çünki sətirlərlə işləyir. Sətirlərlə işlədiyi üçün də bu ifadə bizə nə verəcək? Xəta verəcək. Heç o birlərə baxmağa ehtiyac qalmır. Cavabımız olur D variantı. Daha sonra növbəti 4-cü suala baxaq. Python dilində yazılmış kodun nəticəsini müəyyən edin. Deməli, funksiyamız burada verilir. For i in range 0-dan len aya qədər. Gəlin, baxaq, A-nın uzunluğu nə qədərdir? 1, 2, 3, 4, 5. Len A 5-dir. Yəni, range burada olacaq 0-dan 5-ə qədər. Yəni, 0, 1, 2, 3, 4, 5 olmayacaq. Düşürük bura. For i in range 0-dan 5-ə qədər bura baxdıq. Deyir ki, kod A ininci indeks böyüdürmü 30-dan? Gəlirik, baxırıq. I birinci sıfıra alır. Düzdür? Sıfıra baxırıq. A0 böyüdürmü 30-dan? A0 deməli, A0-cı indeks neçədir? 231, düzdür? 231. Kod burada demək olacaq. Kod 231. Çünki A0 231-dir də. Bu 0-cı indeks, 1-ci, 2-ci, 3-cü, 4-cü indeks. Demək, 231.
Kod 231. Kod 231-də gəlirəm burada, funksiyada qoyuram yerinə. X-in yerinə 231 yazıram. S bərabərdir 0-a, X bərabərdir S deyir X. S deyir X, yəni X-i artıq sətrə çevirmiş oluram. S deyir sətrə çevirən metoddur. Olur, yəni artıq 231 dırnaq içərisində. Int X0 deyir ki, X0-ın X-in 0-cı elementi, yəni X-in 0-cı elementi 2-dir. Düzdür? Bunun qüvvətində, yəni 2-nin qüvvətində len X1-dən oyanır. Yəni birdən o yana nə var? Burada 3 və 1 var. Bunların uzunluğu deyilir 2. Düzdürmü? Deməli olacaq 2 üzərində 2 bərabər 4-ə. Return S verdi. Bizə nəyi qaytarır? 4-ü qaytardı. Return S 4. İndi yoxlayırıq burada kod 4. Kod 231 oldu 4. 4 böyüdümü 30-dan? Xeyr, bura baxmırıq. Keçirik növbəti qiymətinə. İndi növbəti qiyməti olacaq 1. Artıq yuxarını silirəm. Qalsın. Deməli, artıq burada olacaq A1. Burada olacaq A1. Çünki i-yə artıq bir qiymətini verdik. A1 böyüdümü 30-dan? A1 neçədir? 3453. Düzdür? Kod 3453. Gəlirəm burada kodun x-in yerinə 3453 yazıram. Kod olur 3453. Bağladıq mütərizəni. S bərabərdir 0-a. STR X. Bunu çeviririk sətrə. Artıq dırnağın içərisində yazmışıq. Belə təsəvvür edək. 0, 1, 2, 3 indeksləyək. Sonra deyir ki, X 0-cı element. Yəni, birinci elementin qüvvətində, 2 ulduz qüvvət deməkdir. Yəni, 3-ün qüvvətində len X 1-dən axıra qədər. 1-dən axıra qədər neçə element var? 1, 2, 3. 3 dənə elementimiz var. Yəni, olacaq 3-ün üstündə 3. Bunu neçə eləyir? 27. Return S neçə qaytardı bizə? 27. Bunu da qeyd edək ki, burada x0 götürəndən sonra bunu int-ə çevirir, yəni. Qorxusu yoxdur hesablama zamanı. Yəni, rahat hesablaya bilərik. Buradan 27 qaytarır bizə. Daha sonra gəlirik burada, kod 3453-ün 27 aldıq. 27-nin böyüdümü 30-dan xeyir, yenə düşmür aşağı. Deməli, burada da ödənmədi. Fikir verin, artıq bir neçəsini, hətta bir dənə də kifayət edir. Funksiyada bir dənə icra edəndən sonra tuturuq ki, bunun məqsədi nədir? Elə bu, hər dəfə bizə demək istəyir ki, birinci ədədin üzərində ondan sonraki ədədlərin sayı. Məsələn, burada olacaq 2 üstündə, bundan sonra neçə ədəd var? 2-dən sonra 2 dənə ədəd var. 2 üstündə 2, bu 4 verəcək. 4 də bu şərti ödəmir. 4 30-dan böyükdür. İndi sonra gəlir bura. 1-in üzərində A0. X0 olur da burada. Bu verəcək 1-in üzərində 2, 2, 1, 2, 3, 4. 1-in üzərində 4, o da 1 verəcək, yenə ödəməyəcək. Amma bura baxanda 4-ün üzərində neçə ədəd var 4-dən sonra? 1, 2, 3. Sayını da qoyuruq bura. O eləyir neçə? 4 vur 4, 16 vur 4, 64. Cavabımız olacaq 64. 64 həqiqətən ki, böyüdü 30-dan və çapa verəcək 64-dür. D variantı doğrudur. 5-ci sual. A bərabərdir 12, B 32, sonra deməli, burada A bərabərdir. İkisiydi 5-dən? Bəli, 0 ikisiydi 5-dən. Düşürük aşağıya. A bərabərdir A plus B. A 12-dir, B 32 topladıq 44. A-nın yeni qiyməti 44. B bərabərdir A plus B. Artıq köhnə qiyməti atırıq. B bərabərdir A plus B. A neçədir? 44. B neçədir? 32. Eləyir neçə? 76. Daha sonra i bərabərdir I plus 1. I 1 vahid artır oldu. 0 idi. Elə olur 1. Tərzdən gəlir bura. 1 2-si 25-dən, bəli. Yenə A ilə B-ni toplayır. B-nin də köhnə qiymətini atır bu arada. 44-dən 76-nı toplayır. Neçə olur cəmi? 120. Daha sonra A-nın köhnə qiymətini atırıq. A plus B 120 plus 76. Bu deyilirsə 196. Hər dəfə belə olacaq, bu cür gedəcək. I olacaq 2, köhnə qiyməti atırıq. 2 2-si 25-dən, bəli. 120 üstəl 196 eləyir 200 və 316.
Sonra 316 yenə bunu bundan toplayırıq. B-yə yeni qiymət mənimsədirik. 196 bu da 316 edir neçə? 400 512. İ olur 3. 3 yazandan sonra şərt ödənilir yenə də. Bunları da toplayırıq. Aya yeni qiymət mənimsədirik olur 828. B neçə olur? B-ni də bunları toplayırıq. 828 plus 512 0,1 yadda 3 1430. Yenə köhnə qiymətlər atılır. İ olur neçə? 4, 4 2 25-dən. Bu da ödənilir. Yenə bunlar toplanır. Aya qiymət mənimsədilir. 1430 plus 828, 8, 5, 2 yazılıb bir yadda 2258. 2258. Doğru hesabladıq. Doğru hesabladıq. Amma cavablarda 2258 yox. Haradasa səhv eləmişik onda. Burada 2 üstəlik 1 3 eləyir. 855 13 eləyir. Yadda birimiz yoxdur axı. Aha. 2100 deməli oldu necə? 58. Hardasa hesablamada səhv elədik. Bu 4-dür. 800 TL 2 10 0 1 yadda 3 200 TL 1 3 bu da 1 4. Aha. 2168 A-nın son qiyməti olur. Çünki bizdən cavabda A-nı istəyir də. B də hər neçə olsa artıq önəmli deyil. Çünki I 5 olur və bu şərt ödənmir. Ona görə cavabımız olacaq elə 2168 A variantı. Növbəti suala baxırıq. Avtomatik qurğu ASCII əlifbasında kodlaşdırılmış mətni 5 sonuncu simvolda əlifbaya keçirən zaman. Bunun üçün bizim bir qaydamız var. ASCII əlifbasında hər bir simvol 8 bit yer tutur. 5 sonraki simvollu əlifbada isə hər bir simvol neçə bit yer tutur? 512 2 üzərində 9 olduğu üçün hər bir simvol 9 bit yer tutur. ASCII-də 8 bitdir. 512 əlifbada isə 9 bit yer tutur. Deyir ki, həzmi bu qədər artıb. Bu zaman eləyirik, yazırıq 9x çıx 8x bərabərdir 3 vurulsun 2 üzərində 11 byte ilə. Amma biz burada bitlə götürmüşük, ona diqqət edək. Gəl bunu da elə vuraq 3-ə, 2 üstü 3-ə daha doğrusu bitə çevirək. Vurulsun 2 üzərində 3 bit. Çünki bunlar bitləndir deyə burada qeyd eləmişik bitlə. Bitlə yazsa daha yaxşı. 9x çıx 8x elə x eləyir. Buradan da alırıq 3 vurulsun 2 üzərində 14 bit. Cavabımızı byte ilə istəyirsək, byte ilə yazalım. Bu da eləyir 3 vurulsun 2 üstü 11 byte. 3 vurulsun 2 üstü 11 byte. Demək. 3 vurulsun 2 üstü 11 byte bir simvolumuz. Daha doğrusu burada 3 vurulsun 2 üstü 11 byte deyil. Simvolların sayıdır. Üzr istəyirəm. Burada tapdığımız 3 vurulsun 2 üstü 14 simvolların sayıdır. Yəni 3 vurulsun 2 üstü 14 simbol sayıdır. Burada deməli biz bildik ki 3 vurulsun 2 üstü 14 simvolumuz var. Sonra deyir ki, məsələn, həmin mətn 64 simvollu əlifbada kodlaşdırılarsa, yəni 3 vurulsun 2 üstü 14 simvollu mətn 64 simvollu əlifbada kodlaşdırılır. 64 simvollu əlifbada hər bir simvol hard düstunu görə bilirik ki, 6 bit yer tutur. Bu zaman bunu bir də 6-ya vururuq. Olur həcm h bərabər nəyə? Simvol sayı, yəni 3 vurulsun 2 üstü 14 vurulsun bir də nəyə? Bir simvolun həcminə 6 bitə. Bu da bizdə eləyir 18 vurulsun 2 üstü 14 bit. Bunu da byte çevirərək kimi olacaq. 18 vurulsun 2 üstü 11 byte. Bizdən cavabı byte ilə istəyir. 18 vurulsun 2 üstü 11 byte yoxdur. Yəqin çevirmə aparıb.
Hə, 18-də bir dənə 2 çıxara bilirik. Olur 9 vur 2. O da 11 ilə toplanır. 9 vurursun 212 bayt olacaq cavabımız. Y variantı. Bunu da doğru yazıblar. Növbəti suala baxaq. K bərabərdir 3. Deməli, bu ilk 1-dən 2, 3, 4, 5-ə qədər qiymət alacaq. Bilirik ki, sonuncunu götürmür. Sonra deməli, ilk olaraq i-nin bir qiymətinə baxaq. I 1 olduqda 2 k bərabərdir üstü 2 vurulsun 3. Cavabımız olur 6. Separate artıq burada qoya bilməliyik. Çünki separate harda qoyulur? Burada separate-dən əvvəl yenə nəsə olsaydı, əməliyyat olsaydı, onların arasında və bununla həmin əməliyyatın arasında qoya bilərdik. Amma artıq bu vergül ümumiyyətlə bilirik ki, separate boşluqlarda vergüllərin əvəzinə qoyuruq. Burada vergül yoxdur da. Bu vergül separate-in öz vergülüdür. Artıq ulduzdan istifadə etməyəcək. Deməli olacaq 2 vurulsun 3 6. End 2 boşluq, yəni heç nə qoymayıb arasında. 2 dənə dırnaq qoyub, boşluq falan da qoymayıb arasında. Ona görə bitişəcək. Deməli, təzədən gəlir 2 qiymətini alır. Hə, k-nı 2 vayda artırır. K olur artıq 5. 2 qiymətini alır. 2 vurulsun k 5, yəni 10. Sonra olur k artır olur növbətdə 7. İnin 3 qiymətində 2 vur 7, 14 gəlir 14-ü print eləyir. 7 olur 2 vayda artaraq 9. Gəlir k-nın 4 qiymətini alır. 2 vur 9, 18 print eləyir. Daha sonra k-nın qiyməti olur 11 və i-nin 5 qiymətində, i-nin yəni sonuncu dövrdə 2-ni 11-ə vurur, 22 qiymətini çapa verir. Və nəticədə cavabımız olur 6, 10, 14, 18, 22 A variantı. Hər şey Python-dan sadə suallardır. 4-ün gövdəsi neçə dəfə icra olunacaq? Demək, dəyişənləri verib. A kiçikdir, P bu bölmə tam bölmədir bilirik. 22 tam 2-yə böləndə cavabımız olur 11. Yəni A kiçikdir 11-dən. Baxırıq A-nın qiyməti 8-dir. Bəli, kiçikdir. S bərabərdir S plus A. S bərabərdir S 0-dır plus A neçədir? 8. S-imiz oldu 8. P bərabərdir P plus 15. 22 üstəgəl 15, 37. A bərabərdir S plus A-ya. A-nın yeni qiyməti S 8-dir. P P ilə A ilə toplayır. 16 olur. 8 8, 16. Sonra ulduzu bir dəfə deyir, çapa verəcək. Aha, print eləyir. Təzədən qaydırıq dövrə. Artıq bir dəfə dövrümüzün gövdəsi icra olmuş oldu. Ulduzdan görürük. Daha sonra A-nın yeni qiyməti 16 idi. 16 kiçikdirmi 11-dən? 16 11-dən kiçikdirmi? Xeyr. Şərt artıq burada ödənmir. Deməli, bir dəfə icra olundu. Bir də baxaq. A-nın 8 qiymətində aha, ödəndi. Daha sonra onda burada cavabı səhv vurublar işləyəndə. Bir də baxaq. Deməli, A 8-dir. Təzədən icra eləyək. Yanlış dolanız. A-mız 8-dir ilk olaraq. 8 2 demək P bölünsün 2-dən. P 22-dir. 2-yə böldükdə 11. 8 2 demək 11-dən. Bəli. S bərabərdir S plus A. 0 plus 8 bərabərdir 8. P bərabərdir P plus 15. 22 bunun qiyməti idi. 15 də buradan 37. Daha sonra S 8-dir, A da 8-dir, eləyir 16. Və ulduzu çapa verir. Aha. Növbəti qiymət. Hə, burada P-nin qiyməti dəyişir axı. Burada P-nin qiymətini dəyişəcək.
A-nın qiyməti dəyişir, P-nin qiyməti dəyişir. Ancaq yenə saxlaya bilmərik. A olur neçə 16 deyir. 16 kiçikdirmi P bölünsün 2-dən, tam bölünsün 2-dən. P-nin qiyməti 22 deyil artıq 37-dir. 37 2-yə tam neçə dəfə bölünür? 18. Bu şərt də ödənir. Ha, ikinci dəfə də dövrə girmiş olur. S neçə idi? Sonuncu qiymət 8. 8 plus A-nın sonuncu qiyməti 16 eləyir 24. S-in növbəti qiyməti 24. P-nin növbəti qiyməti köhnə qiymət 37 idi. 37 üstə gəl 15 43. 43 eləyir də 42. 42. Buradan da S plus A. S 24'üdür. A ilə toplayanda A'nın son qiyməti neçədir bizdə? 16. 16 plus 24 eləyəcək 40. A-nın növbəti qiyməti oldu bizdə 40. Təzədən gəlirik yuxarıya. Bu qiymətləri, köhnə qiymətləri silək. Artıq A-nın da yeni qiyməti var, P-nin də. A-nın yeni qiyməti 40-dır. 40 kiçikdirmi? P neçədir? 42 bölünsün 2 21-dən. Xeyr, artıq bu şərt ödənmədiyi üçün buradakı yolcu sapa verməyi unutduq. Buradakı şərt ödənmədiyi üçün artıq ikinci dəfə dövrə girməyəcək. Proqram bitəcək. Deməli, neçə dəfə icra olub dövrümüzün gövdəsi? 2 dəfə. Cavabımız D variantı, bəli. Növbəti suala baxaq. Deməli, belə bir sətir verilib. Sonra deyir ki, iz alfa. Yenə iz alfa dedik ki, nə idi? Hərf olub olmadığını yoxlayır. Deyir ki, əgər hərfdirsə, bir vahid artır. Demək, S bərabərdir 0-a. Deməli, bu bir-bir gedəcək. Buradakı hərfləri götürəcək, simvolları götürəcək. Hərfdirsə, bir vahid artıracaq. Deməli, burada nə olacaq? Neçə dənə burada simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 dənə, deməli 0-dan başlayıb. I qiymətində olacaq S1, M qiymətində olacaq 2, 18 qiymətində də, sonuncu qiymətində də daha doğrusu olacaq neçə? 18 dənə sayılıb, 18 olacaq. Düzdür? Amma artıq 8-i alanda bu iz alfada şərti yoxlayanda 8 hərf olmadığından bura girməyəcək artıq və dövr sona çatacaq. S-imizin son qiyməti neçə olacaq? 18. Daha sonra düşür 18 kiçikdir len A-dan. 18, len A neçə idi? 18 dənə saymışdıq. Yenə də burada 19 idi. Bəli, kiçikdir. Deyir ki, S plus, yəni 18 plus len A. Bu şərt ödəndiyi üçün düşük hissəsini. Len A-da 19-dur da dedik. Bərabər də olur 37. Və print S eləyirik. S-imizin qiyməti oldu 37. Cavabımız da olur elə 37.